oğlu sultan ve han oğlu han, bütün dünyanı heyran etmeyi bacaran zamanımızın büyük Süleymanı Şah Abbas Səfəvi Hazretleri teşrif buyurur. Hakimiyete geldiğim günden yalnız ve yalnız dinimizin korunması için çalışmışam. Ben ile ilk günlerden özümü elinin nöker adlandırmıştım. Şah döyüşçü paltarı giyinmeli ve ordunun ön sırasında durmalıdır. Mert merdane döyüşerek eli evladının yerleştiği müqəddəs Xorasan torpaqlarını Özbeylerden geri aldı. Ali'nin oğlu Hüseyin'in müqəddəs mezarının yerleştiği torpaqların Osmanlıların nezaretinde olması benim ve bütün Şiələrin ürəyini ağrıdırdı. Minlərlə döyüşçümüz helak oldu. Ama sonda ziyaretgahlarımızı azad elədik. Mən öz kılıncımın gücüyle 125 kalanı Osmanlılardan geri almışam. İndi döyüş vakti değil. Ama eğer döyüşmeye fikrimiz olsa, Portugalyalılarla döyüşmeye üstünlük verərik. Çünkü artık öz hədlərini aşıblar. Ama mənə Osmanlılarla döyüşmeyi məsləhət görür. Biz Osmanlılarla neçə illər boyu döyüşmüşük. Sizi veya başkasını razı salmaq için bunu eləməmişik. Çaldıran döyüşündə babam Osmanlılara məğlub olmuşdu. Bunun qüssəsindən öz həyatını dəyişmişdi. Ama biz bunun əvəzini çoxdan çıxmışıq. Sir Anthony Shirley, biz Osmanlılarla yox, Portugalyalılarla döyüşmək istəyirik. Qumburun limanını Portugalyalıların işğalından azad eləmək istəyirik. Onları ölkənin cənubundan uzaqlaşdırmaq istəyirik. Ölkənin bütün kənd və şəhərlərində, Bağdaddan tutmuş Hərata kimi, Azərbaycandan Gürcistana kimi, Nəcəfdən Hürmüz limanına kimi məndən icazəsiz bir milçək belə uça bilməz. Biz bütün dədə-baba torpaqlarımızı onlardan geri almışıq. Hazırda Osmanlının İsfahanda səfiri də var. Axı niyə onlarla döyüşmədik?